29 yaşında uşağım həm bədbaxt olub, həm şikəst olub, həm sevdiyi adam itirib. Bunlar 6-cı sinifdən bir-birlərini seviblər, evləniblər. 6 ay toylar olub. Başa düşürsünüz o nə deməkdir anlar? Kimdir o? Sevdiyi adamla ailə qurub, sevdiyi adamı itiribdir. Bunların hamısı mənim uşağım üçün nə dərəcədə travmadır. Gül kimi qız, cavan qız, o qulağını itirib, başa düşürsünüz, bunlar hamısı nə deməkdir? Mənim nə ona vaxtım yox idi, nə ona şeyim olmuyor ki, mən gedəm kiməsə tutam, nə bilim nə, mənim nəyimə lazımdır, kimisə tutdurum, kimisə bədbaxt eləyim, başa düşürsünüz Alina xanım. Məni tanıyanlar bilir, mənim heç elə şeyə, heç eləyəsi də deyiləm onu. İndi burada bu xanım deyir ki, ondan pul alıb deyil, pul alan adam elə eləmir, pul alan adam. Birincisi mən pul alsam burada yekə-yekə danışa bilmərəm. Özünüz də yaxşı bilirsiniz də. Nə dərəcədə mən nə əclaf adam olaram. Mən ondan həm pul alım, həm çıxım burada belə danışım. Elə şey olar yəni. Elə insanlıq olar. Mən balamı satmışam onda belə çıxır da. Siz bilsəniz biz hər gün nələr yaşamışıq. Mən onu prosta deyib heç kimi qanını qaraltmaq istəmirəm. Mənim ailəm, mənim yaxınlarım, mən bir ay, mənim balam yuxarıda komada yatıb, mən Balinsanın həyatında, mən evə getməmişəm. Mən, yoldaşım, bacılarım, ailəm, mən evə getməmişəm. İnanırsınız bana üçün nə demir? Hər gün demişəm, mən bugün balam sağ çıxacaqsa bir ay yaşamamaq, yeməmək, içməmək. Mən balam yuxarıdan, o necə yeməyib, içməyib, mən də aşağıda elə Balinsan həyatında biz olmuşuq. Başa düşürsünüz, bu indi mənə deyir ki, o proses mənə təsir edir ki, pul aldım. Pul alan adam belə danışmaz heç vaxt, yadınızda saxlayın. Mən pul alanda birisi soxaram dilimi yerimə ki, pul almışam mən bundan. Nə pul, nə danışırsınız siz? Bir qəpik mən ona, nə pul, belə prost şokdayam valla. Pul. Mən pul alsam elə sakit duraram, elə deyərəm ki, bu mənə adam, Allahın başına adamı daş salar. Sən həm ondan pul al, həm bunu günahlandır. Elə şey olur, elə şey olar. Nə danışırsınız valla? Onlar elədir də Ayana. Yəqin onlar pulla, öz balaların pula satırlar. Mən belə başa düşürəm ki, elə ana bala bunlar belədirlər də, üzə duran. Nə deyim valla, başa düşürsünüz. Buradan mənə zəng vururlar, buradan sabah mən onları zəng vururam ki, Arzu xanım, bəs siz dediniz görüşək. Nə görüşmək? Mən heç sizi tanımıram. Diyelim ki, məhkəmə oldu, Arzunu buraxdı ya da tutdu. Fərqi yoxdur. Bir süre sonra Arzunu çıxacaq ya da tutulacaq ya da tutulmayacaq. Fərqi gedəni oldu. Allah rəhmət eləsin o cavanı olana. Qulağı da kar olan bir dənə qızı oldu. Mən balamın, həm həyatı məhv oldu, həm sağlamlığı getir, həm əziz yoldaşını itirdi. Təsəvvür edin bizim ailə nə vəziyyətdədir. Mən tək bir dənə bunu bilirəm Alena. Yolda duran bir vətəndaş hansısa bir avariyanı görür, özünə vətəndaşlıq borcu bilib gedib izahat verir ki, hadisə belə oldu, belə oldu. Amma Arzu hadisənin içində ola törədə gedib heç nə izahat verməyib, bir dənə bildiyi yol, seçdiyi yol Alman yolu, qutardı getdi. Mən onu bu sarıdan qınayıram. Ən azından maraqlanardı, ən azından anası maraqlanardı, ən azından orası razı skora gələrdi, polis gələrdi, polis izahatını verərdi, skorya bir baxardı, bir görərdi, ən azından biletin atqaz edərdi. İndi Ulka da gəlib deyir ki, o günah yoxdur, nə izləmişim, nə izləmişim. Ulka indi öz fikrini bildirir də, o həmçin öz fikrini bildirir. Heç kim Azərbaycanda öz başına deyir ki, mən özüm yenə deyirəm, avtoxumdan olmuşam, o qədər avariyalar eləmişəm. İstintaq gedə, yadında saxla. Heç vaxt nə olursa olsun, məsuliyyət daşıyan 2 nəfərə verilir o şey, sənət. Bir şofirə, bir də ortada rəhmətə gedən varsa, onun məsuliyyətini daşıyan kimsə ailə üzvləri. O sənət onlara verilmir ha, sadəcə göstərilir. Bəli, elə də oldu. Bizə ancaq o göstərilib. Nə məndə ola bilməz o sənət. Məhkəmənin axırında prokuror belə namusu ilə, qeyrəti ilə düzgün qərar verirsə, əgər cəza varsa, cəza bilə gedənə nəyə görə getmirsən, kağızlar verilir. Onda bütün kağızlar, sənədlər rəhmətə gedən kimsə onun valideyninə verilir. Bax, Ulka yazıb ki, xanım bilmədən danışır. Yenə də görürsünüz, insanı özündən çıxartmalı. Nəyi bilmədən danışıram? Qızın qulağı eşitməməyini bilmədən danışıram. Nəyi bilmədən danışıram? Özündən çıxmaz, səndən yaxşı, heç kim bilə bilməz. Əsl avariyaya düşən rəhmətə gedənin, yəni xanımın kürəkənidir. Qızında anasıdır. Səndən yaxşı nə mən bilirəm, nə Ulka xanım bilir, nə buradakılar bilir. Hamımız ağzı açıq, sənə baxırıq, sənin ağzına baxırıq. Çünki hökmətdən sonra sən bilirsən, sənin haqqındır. Aleyna xanım, valla yanlış hökmət də bilirəm. Nə qərar çıxardacaqlar orada? Mən ki, yəni ki, başa düşürsünüz, bizə də nə deyirlər? Biz də məhkəmədə gedib iştirak edirik. Bir qararları düz vuruqladı xanım. Son etapda, o da sizə yox. Rəhmətə gedən, Allah rəhmət eləsin, o uşağın ailəsinə veriləcək ki, filan kəs, filan tarixdə bu qəza, yol qəzasında filan şeydən rəhmətə getdi. Ya onun xətası üzündən və yaxud da ki, başqası. Son etap hamısı veriləcək ona. Qərarın sonu. O başqa heç kimə verilməyəcək. Allah ölünə rəhmət eləsin. Əlbəttə rəhmət eləsin. Xanıma da can sağlığı versin. Tez bir zamanda qulaqları da eşitsin, anasının səsini eşitsin. Son səsi yoldaşının səsi oldu. Apasını almaya da o qızın qulaqlarını düzəltirsin də.
Nə qızım burada deyir, burada deyir ki, nə həkimə apar apar, deyirsən şey istəyirsən, bizdə pul istəyirsən, həkimə apar bir var bada. Ölüb yerə girmirlər. Burada sən dedin mi Sevilən həkimə? Dünən dedin, nə dedin həkimə demişəm, apar. Bəli, bu xəbər çıxanda ki, bu günahkar inanırsınız mənə zəng vurdu mənə nə lazım eləyəcəm. 2 gündən sonra başı mənə nə əlaqə saxlamadı. İnanırsınız. Yox, bax, nə lazımdır eləyəcəm, deyəcəm ki, lift etməyə arzu, əcə günahkar deyilsə. Bax, mən sənə sual Bir dənə verirəm. sual verirəm. Mən günahkar deyiləmsə. Avariyaya düşən insan, rəhmətə gedənin. Niyə bax mən ona zəng vurmalıyam, mən ona yalvarmalıyam. Nəyə Mənim bir günahım yoxdursa, mən bu xanıma yazan ki, bütün mənim sizə nə lazımdır. Sadəcə mən orada bilirəm ki, bizi də maşın vurmuşdu. Mən həmən xanım deyir ki, nə lazımdır, mən eləyirəm. Həkimə apardı, həkimin cibinə pul qoydu. Mənim kolumda çart var idi, ayağımda çart var idi. Həkim çıxartdı mənə, təmizlikçi sürəyə üstəydi, yoxdur. Get kefilə dedi, gəz. Az 10 gün yatdım, gördüm ağrım, məni qoymur yatmağa. Axırda bayram doktorun yanına getdim Bakıda. Allah ondan razı olsun, Allah o balaların canını sağ eləsin. O mənə ortaya çıxartdı, həmin o kağızı da apardı, o həkimdə apardı, şikayət elədim. Dedim, bana sadəcə kağız verir pula. Alena xanım, sübut var, zənglər var, səslər var məndə. Bunlar nə fikirləşirlər mən? Başa anası mənə zəng vurub, mən nə tanıyıram, onun nömrəsini mən nə bilirəm. Başa düşürsün? Mən müstəntiqin yanından çıxmışam. Bu xanım mənə zəng vurub. Mən falan kəsin anasıyam. Sənə qurban olum, sənin başına dönüm. Mən uşağımla. Mən də demişəm axı, valla biz heç kimi nə şey eləyəsin. Ondan bir dənə xahiş eləmişəm ki, orada Almaniyada yaşayırsın. Özümüz də bilirik ki, bizim əhlilərdə yəqin ki, onlar yaşayır. Bir dənə ona xahiş eləmişəm. Mən uşağıma sənədlərini verim. Orada prosta göstərin ki, bunun əlacı var, yoxsa yoxdur. Vəssalam. Onu da eləməyiblər. Mən onlardan nə pul istəmişəm, Yəni nə pul tələb etmişəm. Onlar elə bir insandır ki, mən onlardan pul tələb eləsəm, mən onlardan pul istəsəm, onlar mənim səsimi də yazmışlar, indi çoxdan da yaymışdılar. Özünüz mən bilirəm. Ayanım, gör nə deyirəm. Bir dəfə olsun, yəni bu uşaq qardaş rəhmətə gedəndən ailəvi olaraq ya sizin qapıya, ya o rəhmətliyin qapısına bizə gedeyim. Heç vəbşə olan anasına da zəng vurmuyor ki, biz Allah rəhmət eləsin. Heç olmasa yaraşırdı ki, zəng vursun desin ki, Allah rəhmət eləsin, amma mənim günahım olmayıb. Xəcəb o şeydə iştirak edən adam kimi. Yəni başınız sağ olsun, amma mənim günahım. Bu işin axırında mən açıq deyirəm. Bu işin axırında əgər uşaq anası da deyib onu buraxsalar, bir ki baba pul verib çıxıb, çünki hansı ananı tutmurlar. Əgər o ana ərindən boşanıbsa, tək başına uşaqlarına baxırsa, onda onu içəri atmırlar. Bu nerede var? Deməli, pul verib çıxır. O hakim də ki, pulu alırsa, burnunun deşiyindən gəlsin. İnanmıram ki, məndə elə haqsızlıq olmaz. İndi anam, bunun hamısı məhkəmədən sonra bəlli olacaqdır. İndi biz danışırıq, üzümüzü müzakirə edirik, fikirlər bildiririk. Hər kəs öz fikrini bildirir. Ulqa xanım fikrini bildirdi, sən fikrini bildirsən, hər kəs fikrini bildirir. Burada müzakirə edirik. Sənə deyim bunu. Burada bir də Günay xanım var. Günay xanım burada sansa yaza bilərsən, xahiş edirəm. Almaniyada yaşayır. Çox yaxşı xanımdır. Ən azından o kağızdan o Günay xanımı takip alarsınız. O Günay xanıma atarsınız WhatsApp-dan. Heç olmasa orada həkimə vaxt onu da göstərsin. Görsün onun bir çarə varmı, yoxmu? Ən azından onu bilərsiniz. Nə balim xanım, nasıl elə vəziyyətdəyəm. Vallahi Allah hamının köməyində olsun. Vallahi heç yenə deyirəm, mənim uşağım elə vəziyyətdədir. Elə vəziyyətdən keçibsə, vallahi mən bunu biz puzzle kimi yığmışıq. Vallahi inanmırsınız, bilmirəm, inanmırsınız o vəziyyətdə. Mən inanmasam, İnşallah kulağını da açdıraram. Mən aparmaram. Mən İnşallah inanmıram. kulağını da açdıraram. Allahın köməyi. Mən bilirsən, arzuma niyə inanmıram? Uşaqlar, yəni mən donmuşam mı? Yo, donmamısınız. Hə. Mən bilirsən, arzuma niyə inanmıram? Birincisi, heç günahı yoxdur. Ulkan dediyi kimi. Heç günahı yoxdur da, heç bir problemi yoxdur. Tamam. Orada qoyub qaçmağın 11 səhvdir. Canlı yayın açmağı gözünün qanında belə bir olay olsa, canlı yayını açıb, canlı yayında Hoqqa verib indiski bara getməyi, qoluna oturub eləməsi, pişik günədən oturub klip çəkməsi, nə bilim, mırtdaşaq mahnısını oynaması, bunun özü bir şeydir, acıq verməkdir. Mən də onu deyirəm, Aliyah xanım, dünən də qeyd elədim ki, mən də bilməyə bilərəm. Oğlanın anası da bilmədim. Heç olmasa sənin vicdanın. Sən bilirsən ki, orada sən onların ölümünə səbəbkar olmusan. Başa düşdün? Bir dənə zəng vurub deyərdi ki, qız sağdır da, heç olmasa vəziyyəti necədir? Zəngidir. Onun zənginlə görmənə nə olasıydı? Prosta radio priçə də ruslar demişəm. Başa düşdün? Radio priçə bir zəng gəlib soruş. Çıxaq burada, nə danışılır?